Deməli belə, başlaya bilərik. İnformatika ilə ilk dəfədir tanış olursunuz, yoxsa əvvəllər universitetdə falan keçirdilər? Anlayışınız varmı? Və bir də birinci dərsi atmışdım sizə. Ümidvaram ki, baxıbsınız izahlara. Deməli, informatika yoldaşlar, əslində çətin bir fən deyil. Hə, keçsələr siz dərsdə olmuyorsunuz. İnformatika əslində çətin fən deyil. Bu üç fənin içərisində ən rahatı elə informatikadır. Sadəcə nə lazımdır? Deyilən tapşırıqları vaxtında eləmək. İnformatikanı asan edən bir məsələ də var ki, çoxsu bizim bildiyimiz şeylərdir. Və yəqin ki, əksəriyyətiniz Word tanıyırsınız, gələcəkdə Word keçəcək, işləyibsiz, yazı yazıbsınız. Excel onun kimi, PowerPoint onun kimi. Bəli, ixtisasa aid olanlar da lap gözəl. Yəni, bax, bunları bilirsinizsə, anlayışınız varsa, məntiqdən də, ingilisdən də informatika sizə rahat gələcək. Ona görə başlayırıq. Bugün birinci dərsimiz informatikanın əsas anlayışlarıdır və informatika nədir mövzusudur. Birinci dərsin video izahını atmışdım onunla bağlı sizə. Başlayaq. İndi mən də sizə bir izah verim. Gözləyin. Hə, belə. Pəncərələrimizi qırağa çəkək. 3-4 pəncərə yığılıb bir araya. Deməli, əziz yoldaşlar, əvvəlcə mən bəzi izahlar verəcəm sizə. Sonra hamımız bir yerdə misallar həll eləyəcəyik. Kim nəyə başa düşməsə, dərsimizdə sərbəstdir. Dayandırıb, əl qaldırıb soruşa bilər, təkrar izah istəyə bilər. Neçə dəfə istəsəz izahınız təkrar olacaq sizə. E, Belə deyək də, kimsə sual verəndə o bir yoldaş onun sualını kəsmək olmaz, yəni etik qaydalara düz uyğun gəlmir. Bir də dərs izah edəndə qulaq asaq. Dərs saat 8-də bitəcək, narahat olmayın, 1 saat. Deməli, əziz tələbələr, informatika dediyimiz bu elm özündə iki dənə sözü birləşdirir. Biri infodur, biri də avtomatikadır. Info nədir? Məlumat, düzdür? Avtomatika nədir? Avtomatlaşdırmaq. Onda özümüzdən qaydanı ümumiləşdirək. İnformatika, informasiyanın avtomatlaşmasını öyrənir. Yaxşı, gəlin baxaq görə bu informasiya, yəni info deyilən şey nədir? Və informasiya adi bir qayda ilə sizə deyirəm. Məni eşidirsiniz, hal-hazırda eşidirsiniz. Bu informasiyadır. Əlinizlə harasa toxunun. Nəsə hiss edirsiniz, informasiyadır. Ətrafınıza baxın, nəsə görürsünüz, informasiyadır. Ümumiləşdirək, insanlar tərəfindən, ətrafdan, aləmdən, tək insan tərəfindən yox, kompüterlərdə, qurğular tərəfindən, ətraf aləmdən alınan məlumatlar informasiyadır. Və belə bir şey var informatikada. İnformasiya olmamışdan qabaq verilən olur. Sonra informasiya olur. Sonra gəlir olur bilik. Aha, indi bunu necə yadda saxlayaq? Baxın, siz məni eşidirsiniz hal-hazırda, yəni informasiya olur sizdə. Siz məni eşitməmişdən qabaq, məni eşidir kompüter. Yəni, siz məni 0,10 mində 1 saniyə qədər səsimi eşidirsiniz sürətli şəkildə. Amma onu ən birinci eşidir kompüter. Yəni, mənim səsim birinci olaraq verilir kompüterə. Sonra çatır sizə, eşidirsiniz, olur informasiya və siz onu dərk edirsinizsə, başa düşürsünüzsə, o olur sizə bilik. Yaddan çıxar, verilən informasiya bilik ardıcıllığındandır. Keçirik. İnformatikanın 3 dənə deməli sahəsi var. Birincisinə deyirlər hardware, o birinə deyirlər software, birinə deyirlər brainware. Baxın, biz sizlə İstər bu dərslərdə, istər də fevrala qədər olan dərslərdə bu üç bölməni keçirik və bu üç bölmə bitəndə informatika bitmiş olur. İnformatikanın qollarıdır. Hardware kompüterin qurğularıdır. Bax, nə deməkdir qurğular? Kompüter qurğuları deyəndə yəqin ki, bilərsiniz. Monitorudur, klaviaturasıdır, mausudur, qələmidir, adaptırıdır. Yəni, kompüterin texniki olaraq nə gözümüzün qabağına gəlirsə, hardware-nin məzmununa aiddir. Software isə kompüterin daxilidir, yəni proqramlarıdır. Proqram dedikdə istənilən proqram ola bilər. Bu WhatsApp-dır, Instagram-dır, TikTok-dur, kompüterin proqramları Word-dur, Excel-dir, Windows-dur, hər bir şey. Proqramlar software. Və bu brainware nədir? Bu isə ayrıca bir dərs keçəcək buna. Algoritmlərdir. Algoritmdə indi ayrıca keçəcək də geniş ora toxunmuram. Algoritm müəyyən bir işin ardıcıllığıdır. Müəyyən bir işə, məqsədə çatmaq üçün gördüyümüz ardıcıllıq deməli algoritm adlanır. İnformasiyanın formalarından danışaq. Formalar. İnformasiyanın iki dənə forması var. Birinə deyirlər diskret informasiya, birinə deyirlər analoq informasiya. Nə deməkdir?
Diskretin əvvəlcə ikinci adını yazıram. Rəqəmsal. Üçüncü adı da var bunun. Kəsilən. Analoqun ikinci adı isə var. Kəsilməyən informasiya. Baxın, çox sadə bir qayda ilə deyirəm sizə. Əgər iki insan üz-üzə durub danışırsa, ya gəlmisiniz mənim dərsimdə iştirak edirsinizsə, məndən aldığınız informasiya analoqdur. Yəni canlı, üzbəsürat. Yox, məni kompüter arxasından, telefon arxasından dərslərimə qoşursunuzsa diskretdir. Yəni ortada texniki qurğu söhbəti varsa diskretdir. Yoxdursa, təbiidirsə analoqdur. Niyə buna rəqəmsal, niyə kəsilən deyirlər? Bax, kompüterlə dərs keçirəm sizə. İnternet keçsə, istər-istəməz nə baş verəcək? Əlaqəmiz kəsiləcək, düzdür? Niyə rəqəmsal deyirlər? Kompüter bir rəqəmlə işləyən qurğudur. Say sistemlər keçəcək sizlə gələn dərslərin birində. Orada rəqəmlər kodlaşdırır kompüterdə informasiyanı. Rəqəmsaldır. Amma insan rəqəmlə işləmir. İnsan internetlə işləmir. İnsan enerji ilə işləmir. Yəni üzbəüz gəlib danışırsınızsa, oturursunuzsa dərsdə bu analoqdur. Yox, qurğu varsa deməli diskretdir. Deməli indi nədən danışırıq? İndi danışırıq sizə kod sistemlərindən. Kod sistemi. Bizim məşhur iki dənə kod sistemimiz var. Amerikan kod sistemi, ASCII, bir də Unicode kod sistemi. İki dənə məşhur kod sistemimiz var. Orta məktəbdən yanınıza gələr Morse əlifbası var idi, Braille sistemi var idi. Onlar da kod sistemidir. Və nəyə görə bu kod sistemi var? Ona aydınlıq gətirək. Baxın, insanlar bir-birinə danışanda heç bir koda ehtiyac yoxdur. Amma götürüb telefonla bir-birinə danışanda telefonun insanı başa düşməyi üçün bir kod sistemi lazımdır. Yəni orada 0-1-lərlə onu kodlaşdırmalıdır. O da iki kod sistemi üstündən həyata keçirilir. Biri buraya yazdığım ASCII, biri də Unicode-dur. ASCII Amerikanın standart kod sistemidir. 256 dənə simvol var burada. Yəni bax bu çox geniş ərazidə deyil. Məsələn, bizim əlifbada olan ə hərfi, ö hərfi, ərəblərin o nöqtəli hərfləri falan var. Onlar bura yerləşmir. Çinin heroqlifləri. Yəni beynəlxalq deyil, qısa bir ərazidədir. Amma Unicode 65536 simvol əhatə edir. Yəni bu artıq beynəlxalqdır. Hər yerdə istifadə olunan Unicode kod sistemidir. İndi birazdan üstü qüvvətlər keçəcək. 256 2 üstü 8 olduğuna görə 8-i götürür deyirik 1 baytla hesablanır. 2 üstü 16 olduğuna görə deyirik 16. 16 da 2 baytla hesablanır. Buna sıxılmayın, bu bayt bit söhbətinə gələcək. Nə demək? Baxın, indi Seyhun sözünü deyir ki, sual veribdir bizə sadə bir sual. Deyir ki, bu sözü ASCII-də hesabla görək neçə baytdır. Baxın, sadəcə bir məntiqlə sayırsam 1, 2, 3, 4, 5, 6 dənə sənin burada hərfin var. Deməli 6 bayt yer tutur. ASCII-də ha. Niyə ASCII-də hərəsi 1 bayt deyil? Ona görə. Desək ki, Seyhun sözü hesabla, kitabla görək Unicode-da nə qədər yer tutur. Gənə sayırsan 1, 2, 3, 4, 5, 6. Onda tutacaq nə qədər? 12 bayt. Deməli, ASCII-də hər bir hərf nə qədərlə hesablanır? 1 baytla. Unicode-da nə qədərlə hesablanır? 2 baytla. İndi bir şey var yoldaşlar. Bax, tutaq ki, yazmışıq. Belə bir sual düşür imtahana. Kick master ifadəsi Unicode kod sistemində neçə baytdır deyir. Aha, indi nə tər hesablayaq? Bax, burada birinci məqam var, ona görə deyirəm. Saymağı bildik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10'unu götürdük. İndi bax, burada ortada bir boş var. Görürsünüz bu boşluq. Unicode-da da, ASCII-də də o boşluq da götürülür. Olur 11 dənə. Və sağ şərtdə yazıbdırsa ki, Unicode-da bunu hesabla kitabla. Onda vurarsan 2-yə bərabər deyilər 22 bayt. ASCII-də desəydi 11 bayt olacaqdı. Hamıya aydındır bu məsələ. Qaranlıq qalan varsa soruşun. Elə bir çətin məqam məncə yox. Boşluğu da götürürük. Bəli, ortada olsun, kənarda olsun, sağda, solda, harda boşluq var onu götürürük. Deməli, indi çox vacib məsələyə gəlirik. Bugünkü dərsimizin demək olar ki, özəyi informasiyanın ölçü vahidlərinə. Ölçü vahidləri. Diqqətlə qulaq asın. Nəyi başa düşməsəz soruşun. Rahat bir məqamdır. Dərsdən də icazəsi çıxmaq olmaz. Çıxan adam da bir də dərsə qəbul eləməyəcəm. Kursdan da çıxardacağım. Ölçü vahidləri. Hansı ölçü vahidləri var? Deməli, informasiyanın ən kiçik ölçü vahidi bitdir. Bax, yadınıza salın. İnformasiyanın ən kiçik ölçü vahidi nədir? Bit. Nətər ki, çərkilərdə var, ən kiçik milliqramdan başlayır. Burada da elə başa düşün ki, ən kiçik budur. Sonra gəlir byte, sonra gəlir kilobyte, sonra megabyte, sonra
gigabayt və terabayt. Aha. İndi bir məsələni deyim sizə. Burada bu byte ki var, bu ən əsası bu byte'dır. Niyə? Bax hamısının axırına bax nə var? Kilobayt, megabayt, gigabayt, terabayt. Nətər ki o çəki vahidlərində ən əsası qram götürülür. Qram var, ən əsası qram hesab olunur. Burada da ən əsası byte'dır. Ən kiçiyi bitdir. İndi bax bu düzülüş kiçikdən böyüyə düzülüşdür də. Kiçikdən böyüyə gedibdir. Tərsinə də gəlsə böyükdən kiçiyədir. İndi bax belə bir şey deyim sizə. Byte ilə bitin arasında 8 var. 2 üstü 3 var. 2'nin kubu. Qalan hər birinin arasında 2 üstü 10 var. 2 üstü 10, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. 2 üstü 10 neçədir? 1024. Birazdan yazacağım onu. İzahda da var. İndi burada yazarım. İndi məsələ nədən ibarətdir? Bax, burada iki cür bizim sistemimiz var. Kiçikdən böyüyə keç, böyükdən kiçiyə keç. Kiçikdən böyüyə keçirsənsə vurursan, böyükdən kiçiyə keçirsənsə bölür. Daha doğrusu kiçikdən böyüyə keçirsənsə bölürsən, böyükdən kiçiyə keçirsənsə vurursan. Nə demək olduğuna baxaq. Bax, məsələn bizə veribdir ki, 64 bitimiz var. Bunu hesabla byte-la denən. Sən tez baxmalısan ki, burada nədən nəyə keçiddir? Bax, bitdən byte-a keçid. Yəni kiçikdən böyüyə keçiddir. Deməli hansı əməliyyatdır? Gətir ortaya yaz bölək. Nəyi nəyə bölürsən? Əvvəldə yazılan rəqəmi hər neçədirsə onu, aradakı fərqdə hər neçədirsə ona bölürsən. 64-ü də 8-ə bölürsən olur 8. Çıxdı getdi. Məsələn, sana desək ki, 2048 baytımız var. Bunu hesabla kilobaytla. Demək, tez yenə baxırsan ki, baytdan kilobayta keçirsənsə, deməli yenə kiçikdən keçirsən. Deməli, hansı əməliyyatdan istifadə edəcəksən? Bölək. Gətir yaz ortaya bölək. Nəyi nəyə bölürsən? Əvvəldəki ədədi, hər neçədirsə onu. Bu dəfə aradakı fərqə. Deməli, 1024-ə böləcəksən. Neçə düşəcək? 2. Deməli, ümumiləşdirək fikirlərimizi. Kiçikdən böyüyə keçəndə böldük. Ben yaxşı, indi bunu bizə elə verməsə, böyükdən gəlməyi versə necə eləyəcək? Ona da bir tez nümunə yazaq, sonra sizlərlə misallar həll edək. Bax, məsələn, deyəcək ki, 3 megabaytın var. Bunu hesabla mənə kilobaytla de. Aha, indi sən gedirsən, baxırsan. Megabaytdan kilobayta gəlirsən də. Megabaytdan kilobayta gəldinsə, bu dəfə böyükdən geri qayıtdın. Böyükdən geri qayıtdın, sansı əməliyyatdır. Vuraqdır. Yaz ortaya vuraq. Nəyi nəyə? Əvvəldəki ədədi, ortadakı fərqə. 1024-dür. Vurdun, çıxdı getdi 3072-ni yazdın. İndi hamı qeyd eləsin, misalımızı həll eləsin. Bir dənə nümunə bunlar silim, nümunələr. Qalanlar burada qalsın. Tapın görün 5 gigabaytımız neçə megabaytdır? Çat bölməsini yazırsınız. Dada Əhmədov nəsə söz demək istəyir, yoxsa cavab tapır? Əlim dəyməli. Heç nə, can sağlığı. Halaldır sizə. Baxın, deməli indi nəyə fikir veririk? Gigabaytdan megabayta qayıtdımsa mən böyükdən gəldiyimə görə 5-i vuracam aralarındakı fərq olan 1024-ə. Düşəcək cavabın nə? 5120 deməli megabayt. Bu belə. İndi fərqli məsələlər istədik. Nədir o fərqli məsələ? İkinci sualımız gələcək. Hələ bir dənə izah verim sizə. Ya qoy sual verim sonra izah edeyim. Desək ki 4096 gigabayt bərabər neçə terabayt? Bunu da deyin görün. Anlayırsınız mı? Mənim 1024-ə vururuq da bunda. Bax, kiçikdən gəldin axı. Bölmək lazımdır mən. Bəli, Mənim deməci 4 olacaq. bəli. Beykəs də buradadır. Nə tərsən ay Beykəs? Mikhailov Beykəs. Baxın ay hörmətli yoldaşlar. Gigabaytdan terabayta gəldiyimə görə, deməli yenə kiçikdən gəldim deyə böləcəm. 4096-nı 1024-ə bölsəm, cavab düşəcək 4. Belə. İndi sizin beyninizdə bir sual formalaşmadı mı ki, bunlar elə bir-birinə qonşularına mı keçid edirlər? Və o birinə, bu birinə, uzağa, yaxına gediş gəliş yoxdur, var. Bax, məsələn, sana deyəcək ki, 2 üstündə 20 bit bərabərdir neçə kilobayt? Gözünüzü qorxutmasın. Nə demişdik? Kiçikdən böyüyə gələndə nə edəcəksən? Bölürsən. Yaz ortaya böləyini. Nəyi bölürsən?
220-ni. İndi bax, sən kilobayta gəlmək üçün bir dənə 203 keçməlisənmi? Gəldin çıxdın bura. Bir dənə də 210 keçməlisənmi? Deməli, nəyə böləcəksən bunu? 2 üstündə 13-ə. Bax, təkrar deyirəm buranı. Sən bitdən kilobayta gəlmək üçün bir dənə astanovka keçəcəksən. Bax, gəldin bura 2 üstü 3-ə dəydin, götürdün. Bir dənə də bu 2 üstü 10-u götürdün. Elədim 2 üstü 13. Bölürsən, riyaziyyat da bizə deyir ki, əsaslar eynisə, üstləri çıx ilə. Bərabər düşəcək 2 üstü 7, o da 128. Birdən aydın olmaz ki, məsəl. İndi sual gəlir. Məlikə Quliyeva, buyur, aydın olmadı. Yaxşı, sual. 2 üstündə 30 anlamadın. Yaxşı, qoy bunu da mən izahlayım deyim sənə. 2 üstündə 32 bayt bərabərdir neçə gigabaytdır? Məlikə xanım. Bax, sən indi əvvəlcə fikir ver ki, baytdan gigabayta gəlirsən, düzdür? Baytdan gigabayta gəlmək üçün bu yolları keçməlisən. Deməli, baytdan gigabayta gələndə kiçikdən gəldiyinə görə əvvəldəki ədədini 232-ni böləcəksə, 210-un burada var. 210-un burada var. Bir dənə də 210-un burada var. Ümumilikdə 230-un var arada. Bölürsən bunu 2 üstündə 30-a. Əsaslar eynisə üstəlik çıx, qalsın 202 o da edir 4. Məlik aydındır. İndi sual deyir ki, nə desin? 2 üstündə 37 bayt bərabərdir neçə megabayt? Buyur, sən də sağ ol. Mən megabayt dediniz, gigabayt dediniz. Megabayt, megabayt. 217 eləyir. Baxayım görüm bir dəqiqə. Deməli 237-ni baytdan megabayta gəlmək üçün bir dənə 210-umuz burada var. Bir dənə 210-umuz burada var. Deməli 2 üstündə 20-yə böləcəyik bunu. Ölçəcək 217, 1.048.576. Söhbətimizin işinin yerində saxlayıb üstü qüvvətləri əzbərləyək. Deməli, 2 üstündə 0. İzaha baxsınızsa, ikinci videonun başlanğıcında sırf bu məqama toxunmuşam. Ümumiyyətlə, üstü 0 nəyə gördünüzsə, o 1-dir. İstəyirsən 1 milyonun üstü 0 olsun, yenə 1-dir. Nə isə üstü 1-dirsə, özüdür. Nə isə üstü kvadratdırsa, 2 dəfə öz-özünə vurur. 2 vurur 2, 4. Bu qayda ilə 2 üstündə 3, 8, 2 üstündə 4, 16, 2 üstündə 5, 32, 2 üstündə 6, 64, 2 üstündə 7, 128, 2 üstündə 8, 256, 2 üstündə 9, 512, 2 üstündə 10, 1024. Əzbərləyəcəksiniz. Bunun hamısı imtahan belə deyək də, imtahanda da istifadə olunur. Dərslərdə də informatikanı öyrənməyin ən belə deyək, asan yolları üstü qüvvətdir. 2 üstü 11, 2048, 2 üstü 12, 4096. Buranı screenshot götürün. Keçirəm o bir pəncərəyə. Aldınız. Yəqin götürmüş olarsınız. Neçədə qalmışdı? 2 üstü 13. 8192. 2 üstü 14. Deməli, eləcək 16384. 2 üstü 15. 32768. 2 üstü 16. 65536-ya qədər bəsdir bu belə. Buradan tərəfi daha 1.048.000 1 milyona gedir. O boyda da ehtiyat yox. Bunları da götürün, davam edək. Müəllim, bəs əsas 2-dən fərqli olmur ki, ancaq 2 olur da. Deyəcəm bu dəqiqə, onlar da olur. Bax, məsələn, tez ölçü vahidlərimizi qayda yazaq bura. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. İndi belə bir məsələlər var. Ortadakı vahidləri bilirik. 2 üstü 3, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. Yəni, sən sualına uyğun cavab verirəm. Tutaq ki, deyir ki, 16 gigabayt hesabla neçə baytdır? İndi burada bir məsələ var. İndi çox rahatlıqla əvvəlcə 16-nı bir 2 üstü qüvvət kimi yazaq. 2 üstü 4 yazıq. Düzdür? İndi nə demişdik? Gigabaytdan sən bayta gəlirsən. Yəni, böyükdən kiçiyə gəldiyində nə varırdıq?
Vururduq. Qazdıq vuraq. Nəyə vuracaq? 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. 2 üstündə 30-a vursaq, eləcək 2 üstü 34. Ayxan buyur. Abbasov Ayxan. Ayxan əlindəyikdir. İndi sual verirəm sizə. Müəllimə çıxa bilərəm. Mən də setdə onu heç nə başa düşmürəm. Problemini həll elə qoşa bilsən qoşul, qoşulmasan 5-ci gün qoşularsan. Yəni qoşula rekorda baxaram mən olar. Olar, problem yox. Hamiyə kütləvi aid deyil, Ayxan çıxır bir dənə. Yaxşı, Ayxan çıx. Deməli, hesablayın görək. 32 baytımız, 32 baytımız neçə bitdir? Böyükdən kiçiyə gəlirsə, bu arada nəzərinizdə saxlayın. Deməli, bax, böyükdən kiçiyə gəldiyinə görə 2 üstündə 5-i vuracaqsan 2 üstü 3-ə. Aradakı fərqə. O da edir 2 üstü 8, 256. 4 kəzanlar siz bölürsünüz. Böyükdən gələndə vururuq axı. İndi, baxın, imtahanda sizə necə suallar soruşacaqlar bu hissə ilə bağlı. Son 2 ildə soruşmurlar, yəni bu o demək deyil ki, düşməyəcək, düşə bilər. İndi deyəcək ki, 5 kilobayt üstə gələk 5120 bayt üstə gələk 1 megabayt bərabər neçə kilobaytdır? Rahat bir məsələdir. Bax, bayaqdan dediklərimizdə hamısı. Nətər eləyək? Bu kilobaytdır, özüdür. Buna dəymirik. 5 kilobayt saxladıq. Üstə gələk. İndi bax, bunu aparaq qıraqda kilobayt eləyək gətirək. 5120 baytı kilobayt eləmək üçün kiçikdən böyüyə keçdiyinə görə 1024-ə böləcəksən, düşəcək 5. Aparaq yerinə yazaq 5. Üstə gələk. Gəlin indi 1 megabaytı qıraqda kilobayt eləyək. İndi megabaytdan da kilobayta qayıtdığına görə böyükdən qaydanda nə varıq? Vururduq. Vuraq bunu 1024-ə. Aradakı fərqə eləsin 1024. Bunları toplayaq. Eləsin 1034 kilobayt. Hər kəs tərəfindən aydındırsa sual verirəm. Hesablayaq 1 megabayt üstə gələk 2 üstündə 23 bayt üstə gələk 1 gigabayt üstə gələk 4096 kilobayt. Bərabər neçə megabayt? Ölçü baytlarında yazıram bura. Bit, bayt, megabayt, gigabayt, terabayt. Ortada kilobayt yazılan çıxdı. Hamıda donur. Deyil. Onda kimdə donursa onun internetin problemidir. Cavablar gəldi. Baxaq. Hamısı megabayta gəlməyimizi istəyirsə bir halda, onda 1 megabayt elə özü 1 megabayt olaraq qalacaq. 223 baytdan megabayta gəlmək üçün bayt, kilobayt, megabayt. Bu 223-ü böləcək 220-yə. Nə düşəcək? 203. Deməli, buraya yazacaq 8. Üstə gələk. 1 GB avtomatik artıq hamımız bildik ki, 1024 megabayta bərabər. Vuruq 1024-ə. Üstə gələrik 1024-ü. Kilobaytdan da megabayta keçəndə 4096-nı bölərsən 1024-ə düşər 4 və son hesabla 9 1024 1030 neçə eləyir bu? 9 13 1037. 1037 megabayt.
Hamı tərəfindən başa düşüldü mü yoldaşlar? Kimdə qaranlıq qalıbsa, mənim xoşum gəlir. Tələbə qaranlıq qalan məqamı soruşsun. Salam, müəllim. Bir Sağ ol. sual verəcəm, bilmirəm, bəlkə də temaya uyğun olmayacaqdır. Buyur. Mən keçən yay hazırlaşmaq istəyirdim özüm. O da ki, bir sualda bağıma çıxmışdı. Hər dəfə həll eləyə bilmirdim. Bəli. Kilobitdən bayta keçmək üçün. Belə bir sual idi. İzah eləyərəm dərsimizin axırında. O bugünkü mövzumuzda deyil, onu izah eləyərəm amma sizin üçün. Onu gələn dəfə keçməyə planlaşdırdım. İzah eləyəcəm. Oldu, çox sağ ol. Yaxşı, ekranı bağladım eləmi mən? Hə, qoy qaytarımı açım. Deməli, indi suallar göstərəcəm burada. Siz onun cavabını yazacaqsınız. Xassələri birazdan izah edəcəm. Dördüncü sual. Rahat bir sualdı yoldaşlar. Deməli, nə edirsiniz, nə eləyirsiniz? Sadə bir qayda ilə. Megabaytdan kilobaytaya gələndə bir ölçü, ümumiyyətlə mən həmişə tələbələrə onu tövsiyə edirəm ki, əzbərləyənə qədər bir kənara yazsaz bu ölçü baytlarını sizin üçün çox yaxşı olar ki, nələrsə tez eləyə bilərsiniz. Deməli, bitdən bayta gələndə nə soruşur bizdən? Hə, kilobayta soruşur. 2 megabaytı gələndə böyükdən gəldiyimizə görə vursaq 1024-ü 2048-i buradan alarıq. 512 kilobayt elə özü kilobayt dəymir. 2048 baytdan kilobayta keçəndə deməli neynirsən? Bölürsən 1024-ə düşür 2. Toplayırsan 2562. 6-cı suala baxırıq. Yox abi daha elə şeyim yox. Heç bir elektronik vasitə icazə yox. Xeyr, münaflar sayılmır. Sayılsa özü şərtdə mötərizənin içində verir ki, say. Yazmırsa sayılmır. Unicode sistemində kodlaşdırılmış King Master 2026 ifadəsi yaddaşda neçə bayt yer tutur? Sayaq, kitablayaq, hesablayaq. 1-i, 2-si, 3-ü, 4-ü, boşluq 5-i, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Mən nəyi saymadım? Bir dənə nəyisə saymamışam. 17 dənədir. 2 də vursan 34 olur. Mən nəyisə saymadım. Gözümdən yandınız. 34'tü, bəli, bəli. Yaxşı. Say sistemlər gələn dəfəki dərsimizdə. 17 yazın görüm. Rahat bir sual. 16'dır. Bu qayıdıb baxaram. Deyirəm, qanıldım. Yenə baxaram. Ha, bildim o niyə 64 çıxıbdı. O xəttlər ayrı-ayrıdır. Nəsə kompüter burada Word-da birləşibdir. Rahat bir sual. Bu sual sizi belə deyək, fərqli sual deyil də, bayaqdan izah etdiyimiz tiplərdəndir. Deməli 4 GB, bu da megabayt. 4 GB megabayt eləsə eləyəcək 4096 megabayt. Heç nə 512 megabaytlıq diskə yerləşdirmək deyirsə bölürsüz 512-yə düşür 8 dəfə. Bəlkə suala qayıdım. O bəlkə sualda bu iki dənə xətt var. Bunlar ayrı-ayrıdır. Belədir bax bu formada. 2 xətt. Qısa cavab bu Word-da birləşibdir. Ona görə 34-dür.
Bağışlayın. O 17-ci sual dediyində azə tutmasından girib getmədim. Yaxşı, bu dəqiqə deyirəm. Bax, deyir ki, yaddaş tutumu olan 4 GB-lıq bir flash kart var. 512 MB-lıq videonu neçə dəfə yerləşdirmək olar? Bax, elə bir ki, 4 GB-lıq nəsə bir qutu deyək də, nəsə 4 kiloqramlıq bir məlumat var. 512-ni ona yerləşdirməliyik. Gigabayt megabaytdan böyük olduğu üçün bunu megabayta çevirməliyik. Də ümumi həcm olan budur. Onu çevirsək megabayt olacaq 4096 megabayt. Bu da 512 megabayt. İndi biz 4096-nın daxilinə yerləşdirdiyimiz üçün bu 512-ni ona böləcəyik. O da eləyəcək nə qədər? 8 dəfə. Ya belə də bölə bilərsiniz. 212 bölək 2 üstündə 9-a eləyəcək 2 üstündə 3. O da 8. İndi sizə nə izah edeyim? Bu xassələrdən danışaq. Başdan görürsünüz, burada bəzi suallar xassələrdəndir. Bir də o megabit, kilobit keçidlərindən də bu gün danışaq. Aradan çıxsın. Səhər gələn dəfəyə başqa dərs keçəcəyik. Deməli, yoldaşlar, informasiyanın xassələri var. Qarşınıza çıxa bilər. Hansı xassələr var? Məsələn, ən birinci xassəsi reallıq xassəsidir. Nə deməkdir? Tutaq ki, mən sizə real olmayan bir məlumatı, yəni el arasında dediyimiz ifadə ilə desək, yalan olan bir məlumatı deyə bilmərəm. Düz deyil, aydın məsələdir. İnformasiyanın ən başlıca xassəsi budur. Sonra gəlir obyektivlik, sonra gəlir etibarlılıq, aktuallıq, adekvatlıq və tamlıq. Var, bir neçəsi var. İndi bunların mahiyyətini desəm, özünüz tapacaqsınız hamısını. Reallığı bildik. Obyektiv nə deməkdir? Obyektiv sözünün biz mənasını bilirik. Yəni, kiminsə fikir mühakiməsindən asılı olmamalı. Məsələn, nəsə bir informasiya verirəmsə, kimsə mənə kənardan deməməlidir ki, get bunu de, bunu de. Obyektiv, özüm qərar verməliyim. Etibarlı olmalıdır. Nə deməkdir? Bax, mən tutaq ki, sizə dərs keçirəm. Siz mənə etibar edib mənim dərsimə qoşulursunuz ki, müəllim dərs keçirsə imtahana düşəcək. Etibarlı olmasa informasiya, ötürdüyü məlumat etibarlı olmasa, siz gibi imtahanda yanlış şeylər yazarsınız. Düzdür? Etibarlı olmalıdır. Aktual olmalıdır. Mən tutaq ki, hal-hazırda siz indi 2027-də imtahan verəcəksiniz. Mən 2027-nin modelini qoyub gedib sizə 1997-nin modelini keçsəm, aktual olacaqmı bu məsələ? Yox. Deməli, aktual olmalı. Cari vaxt uyğun gəlməli. Adekvat. Adekvat nə deməkdir? Bax, adekvat nə tərzəyimsə, nə isə qarşılığı olmadan demək olmaz hər hansı bir informasiyanı. Yəni, tutaq ki, bir təsəvvür eləyək, A vəziyyəti var. Bu A vəziyyətinə uyğun B vəziyyəti yaratmalısın. Yəni, mövcud vəziyyətə qarşı mövcud vəziyyət. Bax, mən bunu həmişə bununla çəkirəm. O vaxt bu müharibədən qabaq bizim deyirlər, düşmən atəşkəsi pozdu, adekvat cavab tədbiri görüldü. Nə deməkdir? Eyni vəziyyətə uyğun eyni vəziyyət yaradıldı. Adekvat o deməkdir. Tam olmalıdır. Mən sizə bu gün dərsimə qoşuldunuz. Bu gün keçdimsə sizə əsas anlayışları burada yarıda saxladımsa, gələn dəfə davam etdirməsin, deməli mən tam informasiya vermədim sizə. Tamlıq bu deməkdir. Bəlkə çıxa bilərsən, amma dərslərə davamlı qoşulmaq şərtindən bu gün icazəm var. Bunlar xassələrimizdir. Bir də cari zamana uyğunluq var. Onlar rahatdır. Nəzəriyyə hissəsindən oxuya bilərsiniz. Buyur. Ölçü vahidlərimizə qayıdaq. Bit, kilobayt, bayt, sonra kilobayt, megabayt, gigabayt, terabayt. Deməli, bitdən baytın arasında 2 üstü 3, baytdan kilobaytın arasında 2 üstü 10, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. Aha, bax indi bayaq hansı tələbəmiz idi, sual verdi bununla bağlı. Çox rahat bir məsələlərdir bunlar. Bax, məsələn, bizə deyir ki, 32 megabit 60-am xəyalı. 60-am qrupda var. 32 təzədən atıram. 32 megabit neçə megabaytdır? Bax, belə bir tipdə suallarla qarşılaşacaqsınız informatikada. Rahat bir qaydasını öyrədirəm. Uzun-uzadı yolları da var. O lazım deyil. Sizə nə lazımdır? Vaxt tutmaq. Baxın, qaydası budur ki, burada mega, bir də bit var. Bu ikisini ayırdınız. Burada da mega var, byte var. Bu ikisini də ayırdınız. Neynədiniz? 2 dənə ölçü vahidləri var da. Megabit, megabyte. Ayırırsınız ortadan 2-yə. Və megadan megaya, yəni birinci hissədən birinci hissəyə, bitdən də byte-a keçid edirsən. Birincidən birinciyə, ikincidən ikinciyə keçid edirsən. Deməli, birincidən birinciyə keçdinsə gördün ikisi də megadır. Heç nə eləmirsən. Amma bitdən byte-a keçdiyinə görə, yəni 2 üstü 5-dən
Bitdən bayta keçdiyinə görə bölürsən bunu nəyə? 2 üstündə 3-ə. O da eləyir nə qədər? 2 üstündə 2, o da yəni 4. Bir də deyirəm, bax, bu lazım olacaq sizə. Bu tip misallarda lap başqa bir nümunə yazaq. Yazaq 64 gigabit neçəyə bərabər neçə gigabayta. Buyur, Aybəniz Əliyev. Aliyev. Salam. Sağ ol. Məndə internet yaxşı deyil. Mən dərsdən çıxsam olar. 5-ci gün qoşulacaqsın. Gedə bilərsən. Deməli, gigabitlə gigabayta keçid nətər olur? Yenə ortadan 2-yə böldük. Görsən böldük. Giga, giga. Bit, byte. Deməli, gigadan gigaya keçəndə heç nə eləmirsən. Ona görə 2 üstü 6-yı, yəni 64-ü bitdən byte-a keçid söhbətindəki məsələ ilə edirsən. Yəni 8-ə bölürsən. Bölürsən 2 üstü 3, bu da bər düşür 2 üstü 3. İndi o tiplərə də baxacağıq. İndi başqa bir siz dediyiniz məsələ tiplərinə baxaq. Məsələn, indi desək ki, 1024 megabit bərabərdir neçə kilobayt. Bu dəfə belə yazaq da, kilobayt. Bu tipə baxaq. Baxın, indi burada bir məsələ var. 2 dənə də iş var. Ardın 2 yerə megabit, kilobayt. Ardın mı? Megadan kiloya keçsən, bitdən də bayta keçsən. Düzdürmü? Megadan kiloya keçəndə böyükdən gəldiyinə görə birinci vurmalısan. Yəni 2 üstü 10-u vuracaqsan 2 üstü 10-a. Bu eləyəcək 2 üstü 20. Bu öz yerində. Bitdən bayta keçəndə nə edirsən? Bitdən də bayta keçəndə bölürsən 2 üstü 3-ə. O da eləyəcək 2 üstü 17. Kimə aydın deyilsə xahiş edirəm soruşun. Bax, bu sualı verən kim idi? Həmin tələbə. Xəyalla Mustafayeva. Yoxsa Xəyal Mustafayev. Şimdi başa düşdüm. Lap yaxşı. Buyurun, nəl qaldıranlar başa düşmüşsünüzsə bir də izah edəcəm. Baş üstə Türkan Əmrahova. Xoşdunuz, nə zəhmət bu dəqiqəni. Əsas istəyimiz siz öyrənin. Bu dəqiqəyə Səvər Rəsulzadə. Gələn dərsi mövzusu da başqa şeylə əvəzləyəcəm, onda da başqa şey keçəcək. Bax, məsələn, bizə deyir ki, 2048 tutaq ki, var əlimizdə gigabit. Bu bərabərdir neçə megabayta. Bax, belə bir sualla qarşılaşacaqsınız. Yəni, sizə açıq-açıq deməyəcək, məsələn, neçə gigabit, neçə megabayt. Düsturun içində verəcək, gərək onu bilib çevirəsən. İndi nətər çevirmək lazımdır? Bax, gigabit 2 kəmiyyət deyirik, düzdür? Ayırdıq bunu. Burada da 2 kəmiyyət deyirik. Megabayt. Bunu da ayırdıq. Birinci yerdə duranla birinci yerdə duran bir-birinə keçid eləyəcək. İkinci yerdə duranla da ikinci yerdə duran bir-birinə keçid eləyəcək. Gigadan megaya keçəndə böyükdən gəldiyinə görə vurmalısan 2 üstündə 10-a. Yəni 2 üstü 11-i, 2048-i vurursan, qabaqsan 2 üstü 10-a. Bu eləyirmi 2 üstü 21 saxlayırsan. Sonra bitdən bayta keçid edirsən. Bitdən də bayta keçidəndə nə edirdin? 2 üstü 3-ə bölürsən. Bölürsən 2 üstündə 3-ə. O da edir 2 üstündə 18. İndi deyin görün, başa düşdünüz, yoxsa qaranlıq yenə qalan məqam var? Əla, gözəl, gözəl, gözəl. Əsas anlayışları adətən 2 dərsə keçirik. Birinci dərsi olur riyazi hissəsi, yəni əsas anlayışlarda o byte-bit məsələsi. İkinci dərsi əgər izaha baxsınızsa, ikinci dərs düsturlardır. Gələn dərsə olan tapşırığınızı indi də deyim, bəzi testlərə baxacağıq indi. Gələn dərsə olan tapşırıq, dərs 2, yəni həftənin 7-ci günü. Düsturlara qədər oxu. Qeyd yazıram bura. Düsturlara qədər oxu. İzahlara bax. Əkbər Əkbərzadə, siz hansı universitet tələbəsiz? Səs aç, cavab ver görüm. İzahlara bax. Test hələ ki vermirəm. Testi bütöv bilirəm bizim qrup. Başqa qrup olası deyil, axı. Hansı universitet dedim. Bəli, bəli. Yaxşı.
Göndərəcəm. Deməli, bax bu gələn dəfəyə görəcəyiniz işlərdir yoldaşlar. Screenshot götürün, qrupa açacağım indi. Kim nə mesajı varsa dərslə bağlı oraya yazar. Artıq daha sual cavab edək, sual ataq falan yox. Onlar şəxsiyə. Sadəcə dərslə bağlı. PDF atmışam. Bir daha deyim. İndi yenə yönləndirəcəm təzədən. Yaxşı. İndi baxaq testlərə, bəzi testlərimizi həll eləyək. Ekranı görürsünüz. Nasıl görüntü gedib? Yox, yerindən. Dördüncü sual. Başdan keçdiyimiz məsələlərin hamısını bir də sonuncu olaraq təkrar edək. Dördüncü sual. Bəli, cavab diskretdir. Altıncı sual. Altı. Yox, ay yazanlar, yağış kompüterdə mi yağır? Kəsilməzdir, yəni analogdur. 8. Əhsən, verilən informasiya bilik. Deməli, 31. Qeyd edeyim ki, əgər sizə şərtdə yazmasa ki, hansı kod sistemidir, bu standart olaraq ASCII ilə götürülür. Xatırladıram ki, ASCII-də hər bir hərf 1 baytdır, sonra siz onu bitə gətirəcəksiniz. Buyurun. Bit soruşur, ay yoldaşlar, saydığınız megabayt, daha doğrusu baytdır saydığınız. Siz onu bitə gətirəcəksiniz sonra. 11 dənə yazanlar, 11 dənə orada hərf var. O 11 baytdır. Səndən nə soruşdu? Bit var. Bitə gətirdi yəni. Bitə gətirmək üçün də baytdan bitə gələndə böyükdən gələndə nə arırdıq? Vururduq. Aradakı fərq 18. Saysanız 11 dənədir. Bu 11 bayt deməkdir. Bit soruşduğuna görə vurursunuz 8-ə. O eləyir 88 bit. Deməli. 34-cü sual. Unicode olanda da Aysel Orcova sayırsan 2-yə vurursan. Byte-la soruşsa da. Amma variantlarda byte olmasa bitə gətir. Leyla Quluzadə dərslərdə yoxsa çıxıb? Hə, buradadır. Cavab yazmırsan, onu götür. Bir daha de buyur. Deməli sayaq kompüter sözünü. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə simvol var. 2-yə vursa 16 bayt edəcək. Baxıram görən variantlarda yoxdur. Onda bitə gətirmək lazımdır. Vuraram 8, o da edər 128 D variantı. Deməli siz indi hesablayacaqsınız nəyi? 79-cu sualı hesablamamışdan qabaq qoy mən öz pəncərəmi çəkim bu tərəfə. Sizin yazdıqlarınızı görə bilim. Buyurun, 79. Deyəcəksiniz nəyə keçək? Variantlara baxın. Variantların hamısı gigabaytdır. Ona görə gigabayta keçəcəksiniz.
Məndə yazıb ki, ekran göstərilmir. Görürsünüzmü? Bəli, müəllim, görsəniz. Görsənir. Ha. Aha, hesablayaq. Gigabayta gəlsə, bunun özü gigabaytlandır deyə dəyməyəcəyik. 4 gigabayt. 1 terabaytı gəlmək üçün 1024-ə vurmalıyıq. Çünki terabayt gigabaytdan böyükdür. Megabayt isə gigabaytdan kiçikdir. Yəni 1024-ə bölsək 2 düşəcək. Toplasaq 1030 gigabayt alarıq. Baxın, indi bu tip misallar var. Qabağınıza çıxacaq indi. Soruşacaqsınız, bilirəm. İndən deyim. Görürsünüz, bunlar bir-birinə bitişikdir. Bax, görürsünüz, bir-birinə bitişikdir. Bu o deməkdir ki, bunların arası üstə gələkdir. Burayla buranın arası, bununla da bunun arası üstə gələkdir. Eyni qaydada bu. Bunlar üstə gələkdir. Və bitişi olanlar birinci tapları hesablanır. Bu tip misalları izahda demişəm. Yəni, rahat şeylərdən üstə çox qalmır. Xələ izah olmaz çox şeylərimiz var. Məsələn, 84-cü sual tipini mən izah edəcəm sizə. 84 nömrəli sualı. Rahatdır əslində, amma yenə də deyim. Deməli, əziz yoldaşlar, sadədir. Həmişə də əliniz öyrəşənə qədər, beyniniz əzbərləyənə qədər ölçü vahdlarını qırağa yazın. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Deməli, bizdən hamısının gigabayta gəlməyi soruşulur, tələb olunur. Birinci növbədə 3 terabaytı gətirmək lazımdır. 3 terabaytımız geri qayıtsaq, böyükdən qayıtsaq, aradakı fərq olan 1024-ə vursam, 3072-sini nağdı buradan alaram. Elə deyilmi? Sonra 16 üstü 9 bit var, söhbət var. Burada indi ağlımız nə kəsir? Bunu nətər eləyə bilərik? 16-nı 2 üstü qüvvət yazaq da, 2 üstü 4 yazaq. Üstə də 9 qalsın. Riyaziyyatın qaydasına görə qüvvəti qüvvətə vursaq, eləcək 2 üstündə 36. Buranı təzədən deyirəm. 16-nı parçaladım, 2 üstü 4 yazdım. Üstəlik 9-a dəymədim. Sonra mötərizənin içindəki ilə çölündəki qüvvətləri bir-birinə vursam, 2 üstü 36 bit aldım. İndi nə etməliyim bunu? Gigabayta gəlməliyəm. Buradan bura. 2 üstü 3, 2 üstü 13, 2 üstü 23, yəni 2 üstü 23, 2 üstündə 33 fərq var. 3, 13, 23, 33. Bölürəm bunu 2 üstü 33-ə, kiçikdən gəldiyimə görə. Düşür 2 üstü 3, o deyilir 8 GB. Aparıram bunu yerinə yazıram, 8 də burada var. 231 baytda, elə özü qüvvətlə veribdir. 231 baytdan da gigabayta gəlsəm, 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. Yəni 2 üstündə 30-a bölərəm. Buradan da düşərmi 2 üstü 1? Yəni olarmı 2? Apararam yerinə yazaram 2-ni. Üstə gələk. 8 üstü 8 söhbəti var. 8-i nətər eləyək? 2-nin kubu yazıq. Mötərizənin xaricindəki 8 də öz yerində qalsın. 2 üstü 24 eləsin. 2 üstü 24 nə? Kilobayt. Kilobaytdan da gigabayta gəlsək 2 üstü 10, 2 üstü 10. Yəni bölərəm bunu 2 üstündə 20-yə. O da düşər 2 üstü 4. O da eləyər 16. Apararam bunu da yerinə yazaram 16. 3072 megabayt. Megabaytdan da gigabayta keçəndə bir dənə arada 2 üstü 10 var. 3072-ni 1024-ə bölsən 3 düşəcək. Bunların hamısını toplasan 3101 eləyəcək cavab C variantıdır. Qaranlıq qalan nəsə var? Sualla bağlı. Yoxdursa, test edək. 71-ci sual. Amma pəncərəni yenə mən çəkməliyəm bu tərəfə. Bu bitişik olandan arası dedik nədir? Üstə gələk. Amma fərqli cavablar gəlib. Amma cavabın sayı azdır.
İzah edirəm. Deməli, bayta gələsi olsaq, ölçü baytlarını tez qırağa yazırıq. Bit, bayt, kilobayt dayandıraq. Çünki də burada bit, bayt, kilobayt var. Başqa heç nə yoxdur. Kilobaytdan bayta gəlsək, 2-ni vurarıq aralarındakı fərq olan 1024-ə. O eləyəcək 2048. Üstə gələk, 28 öz yerindədir. Yazırıq. Üstə gələk, 133 də baytdır. Buna da dəymirik. 800 biti də deməli, bayta gətirsək, bunların arası 8 bölərik 8, o da edir 100. 3333 eləməlidir. A variantı. Deməli, yekun. Bugünkü dərsimizin bu qədər, əziz yoldaşlar. Nəsə ümidvaram öyrənə bildiniz. Gələn dəfə bazar günü görüşəcəyik. Mənə elə gəlir ki, dərs effektiv oldu, nələrsə öyrənə bildik. Kimlər də başa düşmədisə nələrsə, 5-ci gün yenidən dərsimiz var. Başdan keçəcəm. Vaxtı 2 ilə bölmüşük. 1, 5, 3, 7. Orada qoşula bilərsiniz. Hə, orada qoşula bilərsiniz. Mənim özüm də 7-24 telefonum açıqdır. Soruşa da bilərsiniz. İzah da var. Hani bu kursa gəlibsinizsə, bu kursdan tam razılıqla yüksək nəticə ilə ayrılacaqsınız Allahın köməyi ilə. Elə mən başda olmaqla mənim kollektivim, mən necə sistemlə gedirəmsə onlar da elədilər. Heç bir fərqlilik yoxdur. Sağ olun yoldaşlar. Sağ ol müəllim. Sağ olun, sağ Sağ olun. ol. Sağ olun. Təşəkkür edirəm. Sağ olun müəllim. Yaxşı ol, sağ olun.